Hər kəsə salam. Saat gecə 2-dir. Səbuyu da acmışıq deyə tez-tezə kartof qızardıram ki, yeyək. Küp-küp doğranmış və qızardılmış bu formadakı kartofları biz çox sevirik. Yeməyimizi yedik. Adeli yatızdırdım və gəldim. Səbuya sabah iş aparması üçün yemək hazırlayacağım. Bu arada bu video bayram videosundan əvvəl çəkilib. Sadəcə indi paylaşa bilirəm. Çünki bayram vloqunu bayramda paylaşmaq istədim. Bu videoda əslində mənim, yəni bizim ailənin rutin gün vloqudur. Ona görə də paylaşılacağı gün fərq etmir deyə düşündüm ki, indi də paylaşa bilərəm. Mən isə burada buğlama bişirirəm. Mən aşpaz deyiləm. Hər kəs fərqli bişirə bilər. Mənim içinə əlavə etdiklərimi siz əlavə etməyə bilərsiniz və yaxud da sizin əlavə etdiklərinizi mən içinə əlavə etməyə bilərəm. Mən sadəcə bizim ağız dadımıza uyğun yemək hazırlayıram. Əsas odur ki, sonda qəşəng və dadlı alınır. Bu işimi isə gecəyə saxladım, çünki sahura qədər yatmıram, əgər yuxum gəlmirsə. Adətən Adeli yatızdırıram və biraz dincəldirəm və ya yemək bişirirəm. Sonra isə sahur vaxtı gəlib çatır. Bəs siz necə oruç tutursunuzmu? Mənim kimi evdə tək sahur edəniniz varmı? Biraz da siz danışın. Mən sizin yorumlarınızı bir-bir oxuyuram. Amma statistika göstərir ki, mənim kanalımı, yəni videolarımı izləyənlər və yorum yazanların 70%, bu çox ciddi bir rəqəmdir. 70% mənim kanalıma abunə deyil. Bəlkə də bu sizin üçün önəmsizdir, vacib deyil, amma bu mənə görə çox vacibdir. Çünki mən orada sizin dəstəyinizi görmüş oluram. Video çəkmək üçün mənə motivasiya olur. Ona görə də zəhmət olmasa elə indi kanalıma abunə olun və orada zili açın ki, mən hər dəfə video paylaşanda sizə bildiriş gəlsin və mənim qoyduğum videolardan anında xəbərdar olun. Sizinlə söhbət edə-edə isə yeməyimi üstünə qoydum və çayımı süzürəm. Bayaqları kartof yedik deyə acmamışam, ona görə də çay içəcəm və orucumu hələ tutacam. Çünki elə zaten kartofu yeyəndə saat 3 idi, mən isə indi hal-hazırda saat 4-dür və sahura az qalıb, ona görə də acmamışam. Çayımı içəcəm, biraz dincələcəm, sonra isə orucumu tutacam. Sabahınız xeyir olsun qızlar. Günümüzə multfilmin səsləri ilə başlamışıq. Amma ümid edirəm ki, o sizi çox narahat eləməyəcək. Bu arada saçlar dünənləri sahura yaxın sinə yemək pişirəndən əvvəl duş almışdım. Burası Adeli yatmışdı deyə fen istifadə edə bilməyəcəyimi düşündüm. Ona görə də dedim ki, saçımı belə dəyərləndirim, burum. İnşallah ki, bu ikinci dənəməmdir. İnşallah ki, yaxşı olacaq deyə düşünürəm. Amma indi belə baxanda dedim ki, məni belə görməyəsiniz. Üzümə biraz əl gəzdirim. Çünki dəhşətli dərəcədə gec yatmışam. Ümumiyyətlə, çox vaxt bəzən sahura kimi yatmıram. Ona görə də göz altlarım qaralır. İnşallah ki, düzələcək. Heç özümü də bu şeydə görmək istəməm, belə görmək istəməm. Ona görə də göz altlarımı birazcık kapatacağım. Bu arada bunlarla yatmaq mənə narahat edəmir. Çünki arxa hissəsində çox yoxdur. Belə arxası qatda yata biləm. Yatanda da bunu belə yan edirəm. Belə qoyub yata bilirəm. Yəni ki, məni narahat edəmir. Problem yapar. Görüntü açısından biraz yetərlidir. Ümid edirəm ki, bayaqçından daha yaxşı görünüm. İndi tuş vurmadım. Tuşumu da vurum. Adətənənəyə sadiq qalaraq Adeli yenə gəzməyə aparacağım. Telefonumun bu arada qabaq kamerası qəşəng çəkmir. Arxa kamera daha yaxşı çəkir. Amma arxa kameranı qoyanda özümü görmürəm deyə məni çox narahat edir. Çünki Adel olmasaydı bəlkə də bir də başdan çəkmək mənim üçün problem olmazdı. Amma bəzən çəkirəm, sonra görürəm ki, heç nə qayda alınmayıb. Bu da çox pis bir haldır. Tuşumu da vurdum, qutardım. Yəni saçımızı açaq. Ümid edirəm ki, birinci qədər qəşəng olmayacaq.
Mən çox bəyənirəm. Görün necə təbii dalğalar alınır. Hələ mən biraz saçımı yaşqal eləmişəm. Siz biraz daha qurudub eləyə bilərsiniz. Məncə çox qəşəngdir. Çox bəyəndim. Onsuz da evdə olacağım üçün bir problem yoxdur. Sadəcə düşündüm ki, bütün gün evdə olacağım. Saçımı fenləyib yandırmayayım. Ona görə də düşündüm ki, belə bir şey eləyim. Yenə göstərmişdim, yenə də deyim. Bunu və yanında da 2 dənə rezini ilə belə Temudan almışam. Qiyməti 3 manat idi. Çox qəşəng də qiyməti var. Və görürsünüz, materialı da çox qəşəngdir. Rəngləri də var. Mən bu rəngini çox sevdim. Ona görə götürdüm. Məncə çox qəşəng də burur. Onsuz da göz önündədir hamısı. Saçınızı istidən qorumaq məqsədi ilə bunlardan istifadə edə bilərsiniz. Çox qəşəng burur. Həm də çox az vaxtınızı alır. Yatırsınız, durursunuz, saçınızı açırsınız və bu formada saçınızı düzəltmiş, şəkilləndirmiş olursunuz. İndi gedəcəm Adeli biraz gəzdirəcəm. Çünki iftara qədər eləyə biləcəyim bir şey yoxdur. Amma əvvəl işləsəydim, düşünürəm ki, vaxt mənim üçün daha tez keçərdi. Yenə də düşünürəm ki, iftar saatı çox yaxşı vaxtdadır bu il. Çünki yaya doğru olanda 9-a 10-a kimi açırdıq. Yəqin ki, ona evdə olsaydım 9-10-a kimi gözləmək mənim üçün çox çətin olardı. Amma belə 7-də, 8-də işləmiş açılır deyə çox yaxşıdır. Və tuta bilirəm, şükür. Yəni, dedim sizə bir də şöyle göstərim saçımı. Çox qəşəng doğal alınır. Belə yapılmış kimi görünmür. Mən ona görə çox bəyənirəm. İndi Adel yatmışkən də mən də oturacağım yanında. Həm hava alacağım, həm bu saatları çox sevirəm. Həm də işlərimi görəcəm. Video editləyəcəm sizin üçün və biraz bir şeylər izləyəcəm. Adeli gəzdirərkən mesaj gəldi ki, Temu bağlamanız gəlib və evimizin yanında postdan gedirəm onu götürməyə. Bu dəfəki Temu sifarişlərim Adel üçündür. İndi isə gəlin birlikdə Temu bağlamamı açaq. Temu bağlamamda daha çox Adelin sifarişləri var. İlk başlayıram bu ayaqqabılarla. Çox şirindir. Baxın, o qədər gözəl gəlib ki, çox şirindir. Tam yazda Adelin ayağına geyinmək üçün almışam. Belə cırt-cırtdır. Mən çox bəyəndim qızlar. Sonra davam edirik Adelin məhsulları ilə. Bu da bilirsiniz nədir? Açım sizə göstərim. Meyvələri, uşaqlara meyvə yemək daha maraqlı olsun deyə belə heyvan fiqurlu çəngəllərdir. Hansı ki siz bunları götürürsünüz. Məsələn, alma doğramısınızsa, almaya belə batırırsınız küp-küp meyvələrin üstünə və uşaq belə götürüb yeyir. Onlar üçün də maraqlı və şirindir. Düşünün ki, yeməyi onlar üçün şirinləşdirməkdir bu. Mən özüm meyvə sevən bir uşaq olmamışam deyə Adelə düşündüm ki, meyvəni sevsin. Sonra belə üzüklər sifariş vermişəm, amma bu mənim bir tanışım üçündür. Görüm, aça bilirəm, sizə göstərəcəm. Onun balaca qızı var və mən onun üçün sifariş verdim bu üzükləri. Sizə göstərim. Bu formada 3 yaşı var və çox şirin üzüklərdir. Əlim dəsir və mənim də göstərmək nə qədər düzdür bilmirəm, amma papaq sifariş vermişəm Adelə. Deyəsən böyük sifariş vermişəm. İçi də belə qalındır. Əslində qəşəng papaqdır. Mən çox bəyəndim, çox şirin durur. İnşallah Adelin də başına olar. Məncə olacaq amma. Orada yaş var, yaşa uyğun seçirsiniz. Yadınızda isə özüm üçün corab sifariş verdim və çox bəyəndim. Bu dəfə də Adel üçün belə bir corab sifariş verdim. Gəlin birlikdə açaq görək keyfiyyəti necədir. Baxın. Bu formada qəşəng rənglər var. İstəsəz rənglərini seçə bilərsiniz, amma mən torpaq tonlarını, 5 tonlarını çox sevirəm deyə bu rənglərdə sifariş verdim. 4, 5. Bu formada 5 dənə corab. Qiyməti 4 manat idi. Məncə çox qəşəngdir. İndi gəlirik paltar qisminə. Belə bir dəst sifariş vermişəm. Qiyməti 11 manat idi.
Keyfiyyəti də çox qəşəng gəlib. Qolunda da belə büzmə detaylar var. Baxıramsa 9, baxın burada gəlin 9-12 ay üçün belə bu koftasıdır. Bu isə lasinidir. Amma belə görüntüsü və materialı o qədər qəşəng gəlib ki, mən çox bəyəndim. Məndəki ayı 9-12 aylıq uşaq üçündür. Qolu belə büzməlidir. Bu koftasıdır. Bu isə dəstin şalvarıdır. Burasında da belə detay var. Çox qəşəngdir məncə, çox şirin qalır. Sonra 8 mart hədiyyəsi olaraq Adelə alış-veriş eləmək idi. Mənim ümumi məbləğ 120 manat tutdu məhsul. Sonra tulumdan davam eləmək istəyirəm. Belə bir kombinezon götürdüm Adelə. O qədər qəşəng gəlib ki, ümumiyyətlə Adelə bu dəfə elədiyim bütün sifarişləri bəyəndim. Paltar cəhətdən. Belə, burasında bir dənə cibi var. Bunun da qiyməti endirimdən 8 manat idi. Məncə 8 manata belə bir kombinezon çox qəşəngdir. Məndəki yenə deyirəm 9-12 aylıq uşaq üçündür. Siz yenə də yorumlara baxa bilərsiniz ki, necə götürməm. Məncə 1 yaş uşaq üçün biraz uzundur deyə düşünürəm, bilmirəm indi. Ya da Adelə indi mənə çox balaca gəlir deyə, bu da mənə balaca gəlir, böyük gəlir daha doğrusu. Amma yenə də əynində, geyinəndə sizə də videolarda görəcəksiniz son salı onsuz da inşallah. Bu dəstə açanda sizə daha rahat göstərə bilmədim şəkildə. Əslində necə deyim, fərqli düşür, amma rəngi çəhra rəngdir. Yəni narıncı, persing rəng deyil, çəhra rəngdir. Çox şirindir. Belə də koftasıdır. Məndəki ayı 9-12 yaş üçündür. Bunlar fərqli-fərqli meyvə üstündə şəkillər vardı. Ağ rəngi də vardı, amma mən bu rəng götürdüm. Məncə çox qəşəngdir, çox bəyəndim. Bu dəstin də birlikdə qiyməti 11 manat idi. Qalın deyil, tam yazlıq bir materialı var. Qiymətdə 11 manat. Adelin əynində görmək üçün səbirsizləndiyim bir şal var. Üstündə belə bantik detayları var. O qədər gözəldir ki, çox-çox bəyəndim. Və bu da deməli aylığı göstərirdi. Məncə 9-12 ay üçün gedirdi bu. Çox şirindir, çox qəşəngdir. Adelin əynində də inşallah görərik. Qiymətdə bu arada endirimdən 8 manata idi bu cins şalvarın. Əslində gözləyirdim ki, birdən cins belə qalın, gəlməz, çox nazik, pis materialda gələr. Amma çox qəşəng gəlib. İşləmələri də çox qəşəngdir, keyfiyyətlidir. Mən bəyəndim. Ümumiyyətlə 8 manata əladır. Bizim mağazalarda belə şalvarlar daha baha olur. Body uzadıcısıdır. Hazırda Adişin əyninə olan bodilər var. Sadəcə uzunluğu gəlmir. Bunlar isə bodyyə əlavə olunur və rahat bir şəkildə bodylərini geyməyə davam edir. Artıq əlavə qidaya keçib. Bu arada məndən soruşursunuz ki, nə verirsiniz? Əslində təmizlik vloglarımın birində bu haqda danışmışdım. Adel hələ də südünü yeməyə davam edir. Bunun yanı sıra ona boranı, alma, banan, armud, belə meyvələrdən də verirəm. 7 ayından etibarən isə brokoli, gülkələmi də verməyə başlayacağım üçün belə bir set aldım. Bu sırğaları isə açmayacağım, çünki bir qohumumuz mənim videolarımda görüb bəyənmişdi. Eynisini sifariş verməyimi istədi, mən də onun üçün sifariş verdim. İstədim ki, onu açmayım, sizə buradan göstərim. Baxın, bu sırğaları deyirdim. Biri mənim qulağımdadır, biri orta, biri isə çox balacadır bu formada sırğalardır. Üçlü halındadır. Üçünün də üçü birlikdə 2 manat 50 qəpikdir. Məncə çox qəşəngdir. Üç ədəd belə şalvar dəsti sifariş vermişəm. Üçü 10 manat idi. Yəni biri 3 manata düşür. Çox şirindir. Dizlərində də belə bir detay var. Prosto mən düşündüyümdən daha böyük. Bəlkə də 1 yaş vermişəm, ona görədir. Adel hələ 7 aylıqdır, düzdür. Amma çox qəşəngdir. Çünki şəkillərdə müştərilərə baxanda gördüm ki, orada daha balaca göstərir. Ona görə 1 yaş verdim. Amma eybi yoxdur. Uşaqlar tez böyüyür və mən bunu geyindirərəm. Fərqli rənglər də var idi. Mən sadəcə bu rənglərini sifariş verdim və çox qəşəngdir. Çox qalın bir material yoxdur. Nazikdir. Yayda geyindirmək üçündür daha çox və üçü birlikdə 10 manat. Bu üzükləri də açmayacağım, çünki mənim deyil. Amma belə ikili set alında qiyməti 1 manat 70 qəpikdir.
Bu Adelin oyuncağı da, bunu birlikdə açarıq və qurarıq. Şimdi görə qırağa qoyacağım. Və 3 dənə belə dəftər. Bu da yenə bir qohumumun sifarişidir. Mənim sifarişlərimin yanında vurduq ki, görək necə gələcək. 4 dənəsi 12 manata, yəni biri 3 manata düşür. Belə dəftərlərdir. Üstü də belə mərmər effektlidir. Sonra qaldı 2 məhsulum. Biri səbirlə gözlədiyim Adelin çantasıdır. Çantanın qiyməti 8 manatdır və möhtəşəmdir. Ön hissəsində belə cib detayı var. İçərisində də əlavə bir yeri var. Bu da onun kəmərləri taxmaq üçün. Bunu da taxarıq və gəlirik son məhsulumuza. Bu isə kurtkadır. Adelə almışdım. İnşallah bunun boyu böyük gəlməz. Mart ayında geyindirə bilərəm. O qədər gözəldir ki... Görən kimi Temuda bu arada ekrana ilk açanda bunu kurtkanı gördüm və çox bəyəndim. Bunun gözəlliyinə baxın. Görün bunu sizə. Baxın, istədim ki sizə belə göstərim kurtkanı. Çox qəşəngdir. Belə yumuşacıqdır bu da. Belə papağı var. Burada da düymələri. Bunlar deyəsən belə. Baxın, ip isti. Və mən bunu 9-12 ay götürmüşdüm yenə. Çox qəşəngdir. Adelə geyindirərik bunu da. Çox bəyəndim. Bunun qiyməti bu arada 18 manat idi. Məncə 18 manata çox qəşəng kurtkadır. Rəngi zadı çox bəyəndim. İndi isə bu dağılan ətrafı yığışdırmalıyam. Bu arada qızlar, Adelə belə bir oyun alanı almışam. Fikir verdim ki, sizə bunu göstərməmişəm. Yadınızdadırsa, bu xalçanı biz Temudan almışdıq və Temuda bu mənə pulsuz gəlmişdi. Belə Temuda qiyməti 25 manatdır. Bu xalçanın da uzun sovdu. Prosto bura yerləşsində 2 qat mən qatda alamışam. Nəsə bir kupon gəlmişdi. 50 manatlıq alış-veriş eləsəm bu xalça hədiyyə idi. Xalçanın qiymətinə baxdım 25 manat idi. Mən də hazır xalça sifariş edəcəkdim deyə, daha doğrusu Temudan sifarişlərim olacaqdı deyə və belə bir şey lazım idi. Oradan sifariş verdim. Bu arada bu 200-lüdür. Bu tərəfində də belə maşınlar və fil, quşlardır. Bu tərəfində isə heyvanlardır. 200-lüdür. Mən çox bəyənirəm. Əgər istəsəz sifariş verə bilərsiniz. Bunu isə mən bu oyun alanını Velokits'dən almışam. Qiyməti 50 manatdır. Bəlkə maraqlananlar uşaq üçün istəyənlər ola bilər. Bunların böyük boyu da var bu arada. Amma bu mənə kifayət elədi. Yetərincə 3-4 uşaq içinə girib oynaya bilir. Buradan da qapısı var. Keçid edib içində oynaya bilərlər. Həm də evdə belə bir alan yaratdım ki, Adel birazdan oynayanda bunun içinə qoyuram və yastıqları düzürəm. İçində bütün oyuncaqları bunun içində oynayır və kənara dağılmamış olur. Həm də uşaqlar üçün belə şeylər maraqlıdır. Bunun içindən çıxmaq istəmirlər. Ətrafı da az dağıtmış olurlar deyə düşündüm. Və qaldı buradakı əşyaları da Adelin otağına yerləşdirəcəm. Mən bu oyuncağı xərclərdə çox görürdüm və içimdən keçdi ki, kaş burada olsa da və alsam. Bunu deyəndən sonra isə Temuya girdim və bu oyuncaq qarşıma çıxdı və çox sevindim. Qiyməti 8 manat idi. 8 manata belə gözəl oyuncaq isə sadəcə mühtəşəm. Adiş nətərdir? Deməli qızlar, Adelə belə bir hədiyyə alıblar. Gəlin göstəreyim. Çox qəşəngdir. Baxın. Mən Adeldən daha çox sevinirəm belə hədiyyələrə. Çox şirindir. Bunu da aparaq Adelin oyuncaq yerinə qoyaq. Bunu da bu formada Adelin oyuncaqlarının içine yerləşdirdim. Get-gedə artıq Adelin oyuncaqları çoxalır. Bu güzgünün hər gün siləmə baxmayaraq barmaq izi olur. Bilmirəm niyə.
Məni bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Videomu burada sonlandırıram. Çünki artıq iftara yarım saat qalır. Gedirəm iftarımı açmağa. Əgər siz də oruç tutursunuzsa, Allah oruclarınızı qəbul etsin. Videonu bura qədər izlədiyiniz üçün hər birinizə çox təşəkkür edirəm. Başqa videolarda görüşənədək bəyənməyi və kanala abunə olmağı unutmayın. Sizi çox sevirəm. Başqa videolarda görüşənədək hələlik.